Salam qızlar, hər vaxtınız xeyir olsun. Bütün gec də olsa tələbatını qazananları təbrik edirəm. Salam qızım, onun üçün balaca belə bir bunun tortun adı var, prosta indi yadımdan çıxdı. Belə bir balaca tort hazırlamışdım, bento tortu hazırlatdırmışdım ki, gedib təbrik eləyəcəm. İşlərim var, dedim paltarımı falan yuyum, evi sərgiyə salım. Qablarım var idi, onları yudum. Gülüm nəsə qızlar. Var ola, bütün güllərim vaxtında baxsam da yeni xarab olur. Paltarlarımı qoşdum, dedim mən də bir kofe içim, yoldaşımı gözləyirdim ki, işdən gəlsin, götürsün məni. Bəli, yol üstü də bir dənə bu rəngdə gül, bunun rəngi çox qəşəng idi. Bir dənə qızıl gül götürdüm. Onun üçün ki, qəfil elədim, sürpriz elədim ki, sevinsin. 2000 years later. Müddət burada qalacağım, bir şeylərimi də gətirmişəm. Atamın yanında, atamla anamın yanında təbii ki. Belə, burada yoldaşımın ütənilməsi köynəkləri var. Ütüləməliyim, bu heç onu götürəcəm. Hələ ki, sərgiyə salmışam buraları. Pastelimdən falan da gətirdim. Belə, hər ki, sərgiyə salınmış olmasıdır. Belə, indi gedirəm yemək hazırlamağa. Çünki gecdi, hələ buralarda sərgiyə salmalıyım. Makaronumuz qovrulur, qəşəng. Burada da soğanımı əlavə elədim, soğanım qovrulsun. Şimdi suyundaki kızını rasta kaynakta bırakalım. Buna kovurduğumuz kovurdan sen kovursun. Böyle. Buralarda gazla battı, her yer battı. Yaştırım buraları. Lobya almıştık. İndi istəyirəm ki, o lobyanı təmizləyim, biraz pişirim. Və kızlarımı qıranma demək istəyəm. Amma hələ də pişirmək bilmirəm. İndi oturmuşam, istəyirəm ki, yorulmuşam. Makaron koydum şimdi. Suyunu töktüm. Biraz olan pendirim var idi. Dedim ki, elə çörəkdə pizza eləyim. Mən tavanı qızmağa koydum. Bir damcı da yağ attım buraya. Radalı yağı. Və qapağı örtdüm. Qəşəng 5-6 dəqiqə qurutmadan. Amma gərək onu qızlar eləyən kimi uzağı 5 dəqiqədən artıq saxlamayın. Yemək lazımdır ona görə. Burada gedirəm. Yağış yağmışdı. Hava qəşəng idi. Həm dedim gedim biraz hava alım. Həm də göyərti alım. Göyərti baxana biraz gəzim. Burada artıq qayıdıram. Çünki yoldaşım yolda səngələdi ki, gəlirəm yemək yeməyə. Dedim elə tez gedim evə. 2000 years later.
Çıxdım biraz. Həm gəziyim, həm də çörəyim. Səhər tezdən yeri yığıb getmişdim. Yəqin ki, bu şeylərin pəncərəni açacağım. İstəyirəm birinci yoldaşımın köynəklərini ütüləyim. Fındığın yatma şəkli. Bəxtivik, o bəxtivik, o bəxtivik, yatışın. Bu da şikayətə gəlib. Üstümə bıçağımı ala bilmirəm çünki tükü çıxır. Balacalarda heç nə oynayırlar. Köynəkləri ütülədim. Bir də bu köynəyi fındı ütüləyim. Gördüm ki, bunlar cübüşlər. Neyse. Ürəyim belə köpüklü. Neyse, bu ürəyim köpüklü ayran istədi. Bizim üçün ayran hazırladım. Onu içim. Bizim üçün belə pendirli yumurta pişirdim. Biri mənim, biri pişiklərin. Demək qızlar, gecədən yağış yağmışdı. Elə bil dolmuşdu o qırağa. Trapı da normal yerdə qoymayıblar. Gətirib burada dibə qoyublar. Heç bu trap da yaxşı işləmir. Neyse. Hava soyuqdur, küləklidir. Amma gördüm ki, balkon pis gündədir. Demək qızlar, İlker'in Dubai şokoladını yoxlayacağım. Dubai şokoladı yemişəm ama xoşuma gəlməyib. Görək orijinalı ilə İlker'in nə qədər fərqi var. Mən xalqınlıqda saxlamışam. Rəngi də belədir. Yəni